Bugün Azərbaycan Diplomatik Akademiyasında İngilis dili müəllimləri üçün 2 günlük konferansın açılış mərasimi keçirildi. ABŞ səfirliyi, Ada Universiteti və Şimali Karolina Dövlət Universitetinin nümayəndələrinin birgə təşkil etdiyi konferansa 400-dən çox Azərbaycanlı orta məktəb İngilis dili müəllimləri qatılıb. Tədbirin açılış mərasimində Ada Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Qazdal və ABŞ səfirliyinin missiya rəhbərinin müavini Hugo Guevara çıxış etdi. Layihənin tərəfdaşlarından biri olmaqdan qürur duyduqlarını deyən prorektor Vəfa Qazdal, bu kimi layihələrin Azərbaycanlı müəllimlərin ölkədə ingilis dilini yeni metodla tədris etməkdə və tələbələrin öyrənmə prosesinə daha asan cəlb edəcəyində böyük rol oynadığını qeyd etdi. Bildirək ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən sertifikat proqramının açılışında Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Zaqatala, Lənkəran, Astara, Masallı və Beyləqandan olan ingilis dili müəllimləri də iştirak edib. Tədbir zamanı jurnalistlərin suallarını cavablandıran ABŞ səfirliyinin missiya rəhbərinin müavini Hugo Guevara bu layihənin Azərbaycanda ingilis dilinin tədrisində əhəmiyyətindən danışdı. Bugün burada olmaqdan çox şadam və bu mühüm təşəbbüsə görə Ada Universitetinin prorektorları Fariz İsmailzadə və Vəfa Qazdala göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bizim üçün Azərbaycanda ingilis dili biliklərinin keyfiyyətinin artırılması prioritet olduğu üçün bu cür dil layihələrinin təşkilinə dəstək göstərməyimiz çox vacibdir. Azərbaycanlı ingilis dili müəllimlərini yeni tədris metodları ilə tanış etmək, eyni zamanda tələbələrin daha maraqlı və rahat öyrənmə prosesinə cəlb olunması deməkdir. Həmçinin virtual təlim proqramını həyata keçirdikləri üçün Şimali Karolina Dövlət Universitetinin komandasına bir daha təşəkkürümü bildirirəm. 18 həftəlik virtual təlim proqramında müasir tədris metodları tətbiq edilib. Proqramı uğurla bitirən müəllimlər də açılış mərasimində iştirak edirdilər. Onlar bu layihə vasitəsilə yeni metodlara yiyələnməklə dərs prosesinin daha da maraqlı təşkil etdiklərini söylədilər. Məktəbli demək olar ki, artıq biz bunu tətbiqə başlamışdıq. Biz yanvar ayı başladıq və biz hər hansı bir metod öyrəndikdə biz artıq gedib bunu sinifdə tətbiq edirdik. Və demək olar ki, bunun tətbiqini biz artıq başlamışıq və nəticəsini də görmüşük. Uşaqlar çox möhtəşəmdir. Zaten biz dərs prosesini çəkirdik, video görüntülərini göndərdik North Carolina Universitetinin professorlarına. Onlardan da hər zaman yaxşı, yüksək geri dönüşlər alırdıq. Bəli. Şəki şəhərindən qatılıram. Şəki şəhər 10-cu saylı məktəbdə və 2-4 saylı orta məktəbdə ingilis dili müəllimi kimi çalışıram və mən bu proqramın ilk məzunu olmuşam 2021-ci ildə və 4-cü ildir ki, bu konferansa qatılıram və bizim öyrəndiyimiz yeni metodlar çox yardımcı oldu bizə. Professorlarımızın bizə verdiyi dərslər, təlimlər çox yardımcı oldu və bunları biz siniflərdə tətbiq edirik və nəticələrini görürük. Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycanın Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə 2020-ci ildən bəri təşkil olunan virtual təlim proqramını 350-dən çox Azərbaycanlı ingilis dili müəllimi uğurla başa vurub.